Parlamentin ilk iclasında, prezidentin çıxış etdiyi iclasda yatmış deputatlar indi də parlamentdə kazino təbliğatı ilə məşğuldular. Deputatlardan biri belə bir ifadə səsləndirib ki, bəs Azərbaycanda kazinoların təşkil olunması günün vacib tələbidir. Mən burada həmin deputatlara xatırlatmaq istəyərdim ki, günün vacib tələbi heç də Azərbaycanda kazinoların açılması deyil. Günün ən vacib tələbi sizin kimi saxta yollarla parlamentə təyin olunmuş deputatların istefa verməsidir, parlamentin buraxılmasıdır, yeni seçkilərin keçirilməsidir. Qalib Azərbaycana yaraşan şəkildə həmin parlamentdə təmsilçiliyinin olmasıdır. Necə ki, bir neçə həftə öncə eks-deputat Sabir Rüstəmxanlı da müsahibələrin birində bunu etiraf etmişdi. Bildirmişdi ki, bəs hazırda parlamentdə deputatların çoxusu nazirlərin təsiri altındadır. Ümumiyyətlə onların orada heç bir funksiyası, heç bir qanunverici təklifi ilə çıxış etmək səlahiyyəti yoxdur. Hazırki deputatlar parlamentdə yalnız notarius funksiyasını yerinə yetirirlər. Bunu mən yox, parlamentin eks-deputatı, hazırda da həyat yoldaşının parlamentdə təmsil olunduğu eks-deputat Sabir Rüstəmxanlı demişdi. Və bu bir etiraf idi, içəridən olan bir etiraf idi, parlamentin mətbəxindən olan bir etiraf idi. Və ümid edirik ki, yaxın bir zamanda məhz Azərbaycan xalqının da vacib tələbi olan bu məsələ həllini tapar. Yoxsa kazinoların açılması və yaxud da ki, açılmaması ümumiyyətlə Azərbaycanda müzakirə olunacaq və Azərbaycan cəmiyyətini maraqlandıracaq ən sonuncu bir məsələdir.